Bəzən kənardan bəxtəvər kimi görünə bilərik, amma bu əsla belə deyil. Biz də insanıq, bizim də səhvlərimiz ola bilər. Biz də neysə düz edə bilmərik, səhv edə bilərik. Amma bu o demək deyil ki, hər şeydən imtina etməliyik. Xeyr, əksinə, biz güclüyük deyib istədiyimiz nə varsa ona nail olmalıyıq. İstədim zebralı bilinçik hazırlayım, amma çox təəssüflər olsun ki, edə bilmədim, hazırlaya bilmədim. Nə etdimsə bacarmadım. Amma heç də pis olmadım. Bilirsiniz niyə? Ona görə ki, bu həyatda biz hər şeyi öyrənə-öyrənə gəlirik. Bugün səhv etdiyimizi sabahları düzgün edə bilərik. Və odur ki, əziz gözəl izləyicilərim, siz də heç vaxtı pis olmayın. Əsas odur ki, qəlblər qırılmasın, üzlər həmişə gülsün, ən gözəl günlərimiz baxın belə keçsin. Bir-birimizin qədrini bilək, sevək və sevilək. Heç vaxtı bu həyatda pis günlər uca Rəbbim bizlərə yaşatmasın.